təəssüflər olsun ki, sosial şəbəkələrdə, video yayımlarda bəzən Güney Azərbaycanı İran molla rejimini müdafiə etdiyi geniş şəkildə təbliğ olunur. Çox təəssüflər olur. Çox ciddi, təhlükəli tendensiyadır. Biz bunu dərk etməliyik. Sadəcə olaraq biz anlamalıyıq ki, Təbriz, Güney Azərbaycan zaman-zaman İran rejiminə, Molla Fars rejiminə qarşı necə mücadilə apardığını, Pəhləvi rejiminə qarşı necə mücadilə apardığını dəfələrlə sübut edibdir. O insanlara sadəcə mənim bir alim ziyalı olaraq deməyim ondan ibarət ki, buyurun, Traktor futbol komandasının stadionunda 10 minlərlə Təbrizli gəncin, insanların Molla Fars rejiminə qarşı etiraz mövqelərinə baxsınlar və onları paylaşsınlar. Və o artıq mən hesab edirəm ki, Təbrizin mövqeyi o deməkdir. Bugünkü gündə Təbriz İran molla rejimini müdafiə edir, belə bir anlayış yoxdur. Bunu biz bir mənalı şəkildə qəbul etməliyik. Uzun illər, uzun mücadilələrdə, Pəhləvilər dönəmində və digər dönəmlərdə Təbriz öz sözünü deyibdir, möhründə bir. Bir günün içərisində Fars molla rejiminə qarşı mücadilə aparan bir cəmiyyət dönüb təzədən molla rejimini heç zaman müdafiə etməz. Biz bunu bir mənalı şəkildə dərk etməliyik. Və mən arzu edirəm və ümid edirəm ki, bu proseslərdə özəlliklə də alimlərin, ziyalıların böyük rolu ola bilər. Çünki sosial şəbəkələri o qədər də açıq etiraf eləyək ki, intellektual səviyyəli olmayan sosial şəbəkələri idarə etib nizamlamaq üçün alimlərin fikirlərinə, münasibətlərinə böyük ehtiyac var. Ona görə ki, mən yenə deyirəm, Azərbaycan cəmiyyətinin, belə deyək ki, bir kəsimi baş verən prosesləri dərk eləyir, baş verən proseslərin Azərbaycan dövlətçilik xeyrinə istiqamətlərini bilir və o sadə fəaliyyət göstərir. Müəyyən bir böyük kəsim Azərbaycan dövlətinin əleyhinə, eyni zamanda Güney Azərbaycan əleyhinə şiddətli şəkildə təbliğat aparır və çox böyük kəsim var ki, ya susqundur, ya da ki, təəssüflər olsun ki, belə deyək ki, proseslərdən anlayış olmadığına görə çox qısa zamanda təsirə düşə bilir. Ona görə də mən hesab edirəm ki, və buradan bütün Azərbaycan alim ziyalılarına müraciət edirəm ki, mütləq şəkildə sosial şəbəkələrdə fəal olmalıdırlar. Ən azı o neytral kəsimi yönləndirməyi bacarmalıdırlar. Ən azı o Azərbaycan əleyhinə olan istiqamətləri neytrallaşdırmağı bacarmalıdırlar.